Salam əziz 9-cular. Bugün 17-ci sınavımızın izahına baxacağıq. Birlikdə gəlin dinləməmizi dinləyək. Answer the questions from 1 to 4. Many people are afraid of cooking Chinese food. They think it is difficult to prepare Chinese dishes. Jin Ki Hong, a young chef, business owner, and TV star, is changing their ideas. She teaches people quick and easy ways to prepare it. Jin Ki first learned about traditional Chinese cooking from her grandparents in Taiwan. When Jin Ki was 11 years old, her family moved to London. She cooked meals for her family because her mother often traveled for work. Her mother taught her a little bit about Chinese cooking. Soon, she started to create her own recipes. Today, Jin Ki is famous in the UK. Her TV shows are also popular in several other countries. Her secret to success is creating recipes to combine traditional and modern flavors. Jin Ki is a very busy woman, but she still finds time to relax. What does Jin Ki do in her free time? She cooks, of course. Okay, we listened our listening and I also find some questions answers. Let's check all. Biz dinləməni dinlədik və indi isə gəlin birlikdə hamısını yoxlayaq. Bir neçəsi mən artıq dinlədikcə, nəzərdən keçirdikcə tapdım. Gəlin bir-bir dinləməmizin suallarına baxaq. Birinci tapşırığımızda əlbəttə ki, bizə düzgün cavab istəyir. What is Jin Ki's secret to success? Onun uğurunun, müvəffəqiyyətinin sirri nə idi? Əlbəttə ki, orada sonlarda deyirdi ki, combining classic and contemporary flavors in her recipe. Orada modern and traditional deyirdi. Yəni, ənənəvi və müasir sözləri contemporary və klassik onların sinonimi ilə verib cavabımızı belə gizləyib, amma C variantımız doğrudur. Digər A variantında məsələn üçün deyir o special recipe showing Chinese food difficult. Çin yeməklərinin çətinliyi üçün deyir özəl reseptlər göstərdi. Xeyr, o bütün dünyaya burada mətnimizdə bizə dinləmədə belə bir mövzudan söhbət gedirdi ki, Çin yeməklərini bişirmək hamı üçün çox asan deyil, hamı ondan çəkinir, amma Jin Ki deyir onu daha asan yolla insanlara başa salmağı öyrədi və insanlar da zövq alır buna. Bir variantında da create recipe combining Chinese and international flavor. Xeyr, beynəlxalq və Çin mətbəxin bir-birinə qatmırdı. Sadəcə yenilik edirdi. O da səhvdir. Növbəti D variantında da niyə səhvdir? They're cooking to her grandparents recipe on TV show. Televiziya şovlarında deyir, nənə babasının deyir, reseptlərindən göstərirdi. Xeyr, o öz reseptlərini orada insanlara nümayiş etdirirdi. Preparing recipes of international food for Chinese people. Beynəlxalq deyir, qida yeməkləri Çin insanları üçün deyir, hazırlayırdı. Xeyr, bu da yanlış idi. Əlbəttə ki, birincidə C variantımızı artıq qeyd etmişdik ki, doğrudur. Növbəti cümlə tamamlaya baxırıq. Also, Jin Ki is a very busy person. Həmçinin deyir, orada belə bir qeyd edir ki, çox belə deyək, məşğul xanımdır. Amma buna baxmayaraq o deyirdi ki, özünə baxmağa, televiziyada, şou proqramlarda iştirak etməyə və hətta dincəlməyə də vaxt tapırdı. Amma burada iki yanlış cavabımız var idi ki, orada deyirdi ki, bəs o qədər belə deyək, məşğul idi ki, hətta dincəlməyə də vaxt tapmırdı. Amma burada onu biz görürük ki, səhvdir. Və bunu ikinci tapşırığımızda 2 və 3-cü sözlərimiz səhvdir, amma 1 və 4-cü neyinirdi? Manage to take time for herself, özünə deyir, vaxt tapmağı deyir, idarə edirdi və finds to make
TV shows, televiziya proqramları çəkməkdə vaxt tapırdı. A variantı doğrudur. Növbəti tapşırığımızda isə mətnin adı idi. Mətnin adında da elə əsasən biz gördük ki, bu xanım Çin yeməklərini daha asan hazırlanmaq üsulu ilə məşhurlaşmışdı. Ondan söhbət gedirdi. Ona görə elə bizim E variantımız doğrudur. Birincidə The Life of televiziya ulduzunun həyatı, beynəlxalq mətbəx və yaxud uşaqlıq aşpazın uşaqlığı və yaxud şef olmağın yolları. Belə bir şeylərdən söhbət getmirdi. Növbəti tapşırığımıza baxırıq. True false tapşırıqlarımız da orada açıq aydın deyildi. Ümumiyyətlə bu dinləmə çox asandır və çox az belə deyək, yavaş tempdə gedirdi deyə tapmaq daha asandır. Ching his difficult recipe make her famous in the UK. Onun deyir çətin reseptləri, xeyr, onun easy, asan reseptləri məşhur etmişdir Böyük Britaniyada. Yanlışdır. Ching his grandparents taught her traditional Chinese cooking. Bəli, onun nənə babası ona ənənəvi Çin foodundan öyrətmişdi, danışmışdı, doğrudur. Çünki moved to the UK at an early age. Erkən yaşlarında, orada deyir 12 yaş idi, səhv eləmirəmsə, bəli, doğrudur. Köçdülər Birləşmiş Krallığa və it is difficult to find Chinese food in London. Londonda deyir Çin yeməkləri tapmaq çətindir. Xeyr, bu yanlışdır. Çünki Hasan da artıq Çin idi, orada böyük bir TV şovlarda və öz yeməklərin təqdim edirdi və çox məşhurdur. Hətta deyim ki, hal-hazırda da Londonun bir küçəsi böyüklüklə Çin yeməkləri, ümumiyyətlə Çin küçəsi adlanır. Növbəti tapşırıqlarımıza keçək. 5 və 7-ci tapşırıqlarımız nədən ibarətdir? Short textlərimizdən ibarətdir. Daha tez cəld oxuyaq. Welcome to our cozy bakery. Come and taste our fresh bread and delicious cakes. We open on Monday at 8 p.m. and wait for you all. Burada nədən daşır? Öz cozy sözü comfortable sözünün sinonimidir. Bizim rahat deyir çörəkçimizə gəlin və deyir bizim təzə çörək və dadlı keklərimizi, tortlarımızı dadın. Biz deyir birinci gün 8 AM-də, yəni səhər 8-də açılacaq və sizləri gözləyirik. Doğru variantı seçəcəyik ki, nədir? There will be an opening ceremony of a bakery shop. Bəli, doğru variantımız budur. Deyir ki, bakery shop'un açılış opening ceremonisi olacaq. Bəli. Açılış tədbiri. Düz idi. B variantında isə səhvlərə baxaq. Niyə görə digərləri səhvdir? A bakery shop offers discount for all goods. Bütün mallara endirim təklif edirdi. Bakery shop, xeyr. Cakes will be on sale in a bakery shop. Tortlardır. Satışda olacaq bakery shopda. Bu vaxtda məlumat vermirdi. Sadəcə onlar dadına baxıb çağırırdı. Biraz oxşarlığı var bundan. Bakery shop endirimdə olacaq deyirəm də orada. Xeyr, orada sadəcə onlar dadına baxmağa, ilk açılışa dəvət edirdi. Burada nə varsa onu biz tapırıq. A bakery shop is opened on Monday evening. Burada evening deyir, amma bizdə 8 AM idi. 8 saat 8 AM olanda səhər, PM olanda axşamdır. A food store offers fresh bread and cakes. Qida mağazası təzə çörək və tortlar təklif edir. Burada isə qida mağazasından yox, bakerydən söhbət getdiyinə görə yanlışdır. Növbəti tapşırığımız isə Dear family, I have started at my new university. The people here are very friendly. The campus is big and beautiful. My apartment is comfortable and close to the university. I miss you all and hope to see you soon. Əziz ailəm, mən deyir, yeni universitetimə başlamışam. İnsanlar burada çox mehribandır. Mənim kampusum böyük və gözəldir. Mənim mənzilim rahat və universitetə deyir yaxındır. Hamınızdan ötürü darıxmışam. Ümiddirəm ki, tezliklə görüşərik. Doğru variantı seçirik. Nədən söhbət gedir də artıq məlumatımız oldu. A variantı nə deyir? Deyir, a student complains about his apartment in the campus. Kampusdakı deyir apartmanını
belə deyək, nə deyir? İfadə edir. Sonra deyir, University administration wrote a letter to a student's family. Universitet administrasiyası şagirdin valideyninə məktub yazıb. Xeyr. A university gives an announcement about its campus. Universitet deyir, öz kampusu haqqında məlumat elan verir. Xeyr. The student lives away from his family for education. Şagird deyir, öz ailəsindən uzaqda təhsil üçün deyir, qalır. The student lives away from his family for education. Təhsil üçün öz ailəsindən uzaq qalır. A family wrote a letter to their son studying at a university. Burada da deyir ki, valideyn məktub yazır şagirdin öz oğluna universitetdə təhsil haqqında. Bu da deyil. Burada iki variantda oxşarlıq tapılır. Amma ki, birinci variantımız yox, D variantımız belə deyək, doğrudur. Çünki burada komplizmdir, yox, orada heç bir şey demirdi, mənfi heç nə demirdi. Comfortable və close deyirdi, yaxın deyirdi. D variantı doğrudur. Şagird öz ailəsindən təhsil üçün uzaqda qalır. Okay, bəzəm altına xətt çəkmədi, insan deyilə biz də complain edə bilərik. Attention, dikkat. Tomorrow there will be strong wind in the city. Please stay inside if you can. Be careful of falling trees and objects. Secure your windows and doors. Stay safe. Diqqətdir, sabahdır, güclüdür, külək olacaq şəhərdə. Zəhmət olmasa evdə qalın, əgər bacarırsınızsa, diqqətli olun, ağacların yıxılmasından və obyektlərin objelərin, hansı bir əşyaların yıxılmasından düşməsindən ehtiyatlı oluruz. Pəncərə qapılarınızı bağlayın, ehtiyatla və təhlükəsiz evdə qalın. Okay, nə deyirik burada? Doğru variantı tapırıq. Trees and objects harmed people during strong wind. Ağaclar və objelər və insanları güclü külək ərzində ziyan vurmuşdu, zədələmişdi. Xeyr, hələ başlamamışdı axı. People are warned about extreme weather condition. İnsanlar məlumat verilirdir, agah olunurdur ekstrem hava şəraiti haqqında. Elə budur. Növbəti tapşırıqlarımızı da bir də oxuyaq, görək nədən söhbət gedir. People are asked to clean the city from fallen trees. İnsanlar xahiş edir ki, düşən, qırılan ağaclardan təmizləsinlər şəhəri. Xeyr, the government warns people not to cut trees. Dövlət deyir insanları uyarır ki, yəni xəbərdar edir ki, ağacları kəsməsinlər. Bu da deyildi. People should leave the city for their safety. Təhlükəsizlik üçündür, insanlar gərək şəhər tərk etsinlər. Xeyr, burada yox idi. Düzgün davamımızı artıq biz tapmışdıq. Növbəti böyük mətnimizə baxırıq indi. Danimarka haqqındadır. Bölmə oxuyub, yenidən tərcümə edib cavablarımızı tapmağa çalışacaq. Denmark is one of the most bicycle-friendly countries in the world. Danimarka deyir dünyanın ən velosiped sevən, xoş münasibət göstərən ölkələrindən biridir. Approximately 40% of the people in its capital Copenhagen travel to school or work by bicycle. Təxminən 40% insanıdır, paytaxt Kopenhagendə məktəbə, işə nə gedirlər? Velosipedlə gedirlər. It has several reasons. Müxtəlif səbəbləri var. First, the government is worried about pollution. Dövlət deyir, çiklənməyə görə narahatdır. Birinci odur. Denmark has a very high tax on cars because the government wants more people to ride bikes. Danimarkanın yüksək vergiləri var maşın üçün və çünki dövlət istəyir ki, daha çox insan velosiped sürsün. Bəli, bizə də lazımdır bu. Amma burada bir səbəbini deyəcəm ki, bizdə niyə bu qədər yaxşı alınmaz? İkinci səbəbə baxaq. Another reason for the popularity of bicycles in that Denmark is very flat country. Flat country, burada flat çox düz deməkdir, hamar, düz ölkə olduğuna görə deyir. Başqa bir populyarlığın səbəbi Danimarkadakı velosipedlərin budur.
So it is a very easy place to ride a bike. Ona görə də bu da çox rahatdır velosiped sürmək üçün rahat yerdir. In Copenhagen there are also special lanes for cyclists. Velosiped sürmək üçün də Kopenhagendə hətta deyir lanelər, xəttlər də var. Hal-hazırda bizim Bakı şəhərində də görə bilərsiniz bunu. Cars must stop when a bike is crossing the road. Maşınlar deyir, velosipedlər keçəndə yolu dayanırlar. Some places have special traffic lights to tell drivers that bikes are going to across the road. Bəzi yerlərdə hətta deyir, özəl deyir, işıqforlar var ki, sürücülərə deyir ki, velosipedçilər yolu keçir. And Denmark is also making traffic lights friendlier for cyclists. Bət sürənlər üçün deyir, Danmarka həmçinin deyir, çox deyir, mehriban, daha mehriban deyir, işıqforlar deyir, yaradıb deyir. Most people ride their bikes at about 20 km/h. Deyir, bir çox insanlar deyir, öz velosipedlərini təxminən saatda 20 km ilə sürürlər. On the bicycle highways, people going this speed will only see green traffic lights. İşarələnmiş yollarla, yəni velosipedlər üçün insanlar bu sürətlədir, elə gedirlər, nəyə görə nə qədər? Yaşıl işıqforları görənə qədər. With this bicycle highways, Copenhagen may become the most bicycle friendly city in the world. Bu deyir işıqforlara görəmi və deyir, dünyanın, Kopenhagen deyir, dünyanın ən deyir, çox velosiped sevən şəhəri ola bilər. There is a new word for making a city more bicycle friendly, Copenhagenization. Copenhagenization, yəni Kopenhagenləşmə deməkdir. Buna görə də deyir, bu deyir, yeni sözləri var bu şəhərin velosiped sevərlər üçün. Kopenhagenləşmə. Burada mətni artıq biz məlumatımız oldu ki, nədən söhbət gedir. Ona görə 8-ci tapşırığımız mətn nə haqdadır? Əlbəttə ki, bicycle friendly city. Maşın vergiləri, Avropa ölkəsi və yaxud Danimarkanın işarələnmiş yolları və yaxud traffic lights, bunlar nədir? Yanlışdır. Düz olaraq da məlumat ki, ümumi bizim mətn nədən getdiyini biz demişik ki, əsasən birinci və ikinci cümlədən tapa bilərik və onu sonuncu mətndəki və birinci, ikinci cümləyə qədər olan cümlələrlə də qarşılaşdırıb tapa bilərik mətnin adını. Və növbəti tapşırığımız doğru cavab istəyir sualımıza. How does Danish government make people ride bikes? Danimark ölkəsidir, necədir məcbur elədi ki, insanlar velosiped sürsünlər? Əlbəttə ki, by raising tax on cars. Maşınlara vergini artırmaqda. Sürəti azaltmaq, qiymətini aşağı salmaq və ya velosiped istehsal etməklə, xüsusi trafik qaydaları düzəltməklə xeyr, Y variantı bizim əsas cavabımızdan biri idi. 10-cu tapşırığımızda isə davamına baxaraq. Riding bike is popular in Denmark because velosiped sürməkdir. Danimarkda populyar idi. Niyə görə? Çünki dövlət onu istəyirdi. Burada sonra deyir ki, the Polish distress people, insanları belə deyək, nəyə rahat edirdi? Burada dövləti nəyə rahat edirdi? Amma the land is straight. Burada məncə A variantı daha uyğundur. There are hardly any lanes cycle. Çətinliklə yol tapılırdı. Xeyr. Burada insanları da mı dövləti nəyə rahat edirdi? Baxın. The government worried about pollution. Bəli, dövlət nəyə rahat idi deyəcəklənməkdən ötürü. Və deyirdi ki, burada digər heç bir növümüz yoxdur. Üçüncü, belə deyək, yoxdur burada. Əslində kitabında siz 1-3 görürsünüz, amma burada 1-2. Çünki yer düzdür deyirdi. Bəli, daha uyğun olanı olardı 1-2. A variantı daha doğrudur. Növbəti tapşırığımızda isə yenə doğru variantımızı seçəcəyik. Nədir? Bicycle lanes are available in Copenhagen. Kopenhagendə bəli, lanelər, velosiped xətlənmiş yollar var. Denmark is hardly very convenient for bikes. Çətinliklə deyir, uyğunlaşır, xeyr. Burada hardly çətinlik verir, inkar edir.
onu götürmür. Traffic signals warn cars while bicycles cross the street. Bəli, bu vardı. Məlumat verirdi ki, velosipedlər keçir yolu. Bir üçlüsü onda elə C variantıdır. Going to work by bike is not popular. İşə deyir, velosipedlə getmək çox populyar deyil. Tam əksi, populyar idi. Növbəti tapşırığımızda isə nədən true doğru cavabları seçəcəyik. İndi də traffic lights in Denmark are more bicycle friendly. Bəli, var idi bu. Not all inhabitants of Copenhagen travel to work by bicycle. Bütün sakinlər getmir. Bəli, təxminən 40% gedirdi. Bu da doğrudur. 3-də isə deyir, traffic lights in Denmark make riding bike complicated. İşdirirdi, xeyr. Denmark is the most mountainous. Dağlıq ərazisidir. Xeyr, biz orada dedik ki, o flat country'dir, yəni düz ölkədir. Ona görə 1-2 doğrudur. Növbəti tapşırıqlarımıza keçirik. Növbəti tapşırığımızda isə artikellardan söhbət gedir. I have some money. Mənim biraz pulum var deyir karşılığında. You can use the money. Həmin puldan da istifadə edib öz üçün ala bilərsən. A t-shirt. Buna da Y variantı daha uyğun gəlir. Manın qarşısında E olmaz, bunlar gedir. Digər tərəfdə bir köynəkdən söhbət getdiyinə görə E artiklı ora uyğun gəlir. Növbəti tapşırığımızda sifətin dərəcələrindən söhbət gedir. Növbəti tapşırığımızda nəyə baxırıq? Birbaşa zəniyə balansını gördüyümüzə görə biz artıq burada üstünlük dərəcəsi və yarım müqayisə dərəcəsi və adi dərəcəni çıxarırıq. Burada iki variantımız more difficult and more difficult qaldı. Burada da great sözü cəmdə olduğuna görə studies against the students thinks that it is more difficult to get good grades. Ona görə A variantı uyğundur. Növbəti belə deyək, sualımıza baxaq, şagirdlər. Növbəti tapşırığımızda isim mübtəda xəbər uzlaşmasından söhbət gedir. 15-ci tapşırığımızda burada da biraz qarışıq cümlələrimiz var. Burada all disaster survivors have. Survivors cəmdədir. All'dan sonra cəm isim gəlirsə cəm xəbər, tək isim gəlirsə tək xəbərdən söhbət gedir. Bir düzdür. Making sense clubca is. Making gerund tərkibidir. Əgər cümlənin əvvəlində məsdər to ilə və yaxud ing ilə başlayan feil varsa, ondan sonra xəbərimiz həmişə təkdə olur. 2 də düzdür. Onda C variantı bizə elə doğru variantımızdır. Digərlərinə baxaq. The main reason behind this parent's success. Burada behinddən əvvəlki cəmdə olduğuna görə izlə verib. O səhvdir. Volunteers often visit elderly people who lives. Burada isə ikinci tərəfdə səhvlik var. Nəyə görə? Deyir ki, who'dan əvvəl əgər isim, cəm isim gələrsə, onda ona uyğun işlənirdi xəbərimiz. The ruin təkdədir burada. Ona görə begins olmalı idi. Of'dan əvvəlkinə baxırıq. Ona görə də 5 səhv idi. Növbəti tapşırıqlarımıza baxırıq. This exciting adventure story is based. Base sözü həmişə onunla işlənir. Bu daha əzbərçi bir tapşırıqdır. Söz önlərini ümumiyyətlə əzbərləmək isə məsləhət görürəm. Based on olduğuna görə iki variantımız uyğunlaşıb. Bir dəqiqə. Ona uyğun olaraq da ikinci tərəfində this exciting adventure story is based on a magical land filled with olar burada. With for yox. Ona görə 16-da D variantımız doğrudur. Və 17-ci tapşırığımıza baxırıq. Burada isə nədən söhbət gedir? Modal feillərdən. If you want to take up surfing, əgər istəyirsən ki, deyir, surfing edir, öyrənmək istəyirsənsə, sən nə etməlisən? Bütün safety rules, təhlükəsiz qaydalarını öyrənməlisən. Ona görə biri should, biri də must olar. Will'in B'si yoxdur. Don't have to və cannot inkar deyir. Mənə necə uyğun gəlmir. Ona görə, səhv yer işarələdim deyəsə. Bəli, 1, 4. 1, 4, 2, 4. 2, 4 sonra. 2, 4, should, must. Bəli. Növbəti tapşırığımıza baxaq. Növbəti tapşırığımız cümlənin
təsdiqdirsə təsdiq, inkardırsa inkar formasına aid. So do I, necə do I qaydamıza aiddir. Cümləmiz təsdiqdə olduğuna görə neyzələri silirik. Qaldı bizim digər variantlarımız. Baxırıq ki, burada mübtədə Edwardsın ailəsidir. Burada isə Allison's, yəni burada apostrofdən sonra parents sözü verməyib, amma burada doesn't yazıb. Doesn't yox, do-la. So do Allison's family və ya parents olmalıdır. Ona görə bir də səhvdir. Bunlara görə 3-4 olanları çıxdıqdan sonra bizim cavabımız 2 və 5 qalır. Və qeyd edərsiniz ki, bəs müəllim, niyə görə didn't? Belə deyim, məntiqlə bəzi testlərdə but also Allison's parents don't yerinə didn't mənası da uyğunlaşır. Çünki but olan cümlədə ikinci tərəf inkarda işlənə bilir. 5-də isə so do the others. Burada da bu formada quruluşumuz nədir? Doğru variantdır. Növbəti tapşırığımıza baxırıq. Məchul növlü tapşırığımızda cümlədə inkar var. İnkar olduğuna görə və sent görünür burada. Sent indiki zamandadır. Astronaut sözü bizim tamamlığımızdır. Cümlənin önünə keçəcək. Scientist-lə başlayan cümləmizi silirik və bizdə astronaut cəmdə olduğuna görə A, nevə və sent variantı ilə doğru variantımız kimi qəbul oluna bilər. B variantında yönləm verib, bizim cümləmiz indiki zamandadır. Olmaz. D variantında da yenə yönləm verib, keçmiş zamana uyğunlaşdırıb. Y variantında isə sentdən sonra belə deyək, burada inkar cümləmiz olduğuna baxmayaraq təsdiqdə verdiyinə görə bu da yanlış cavablarımızdan biridir. Növbəti tapşırığımız da maraqlı test quruluşudur. Burada zaman uzlaşmaları bir-biri ilə pozulub. Birinci tərəfdə ego keçmiş zamanda, ona görə indiki zamanları silirik. Belə deyək, scientist cəmdə olduğuna görə was found-u da silirik. 2 bizim uyğun cavabımız qaldı. Burada of-dan əvvəlki isim cell sözü cəmdə olduğuna görə daisi olan variantını silirik. Variantımız C variantı doğrudur. A few years ago scientists found out that 13 cells of human body never die. Bir neçə illərdir əvvəldir alimlər kəşf etmişdir ki, insanın human body nevə hücrələri heç vaxt ölmürlər. C variantı doğrudur. Növbəti tapşırığımıza baxırıq. Növbəti tapşırığımızda apostrof S ilə bağlanmış bir cümləmizdir. Biz bilirik ki, this, that, ümumiyyətlə, işarə əvəzlikləri birinci mübtəda ilə uyğunlaşır. Ona görə this, those olan cümlələri silirik. Amma ayrıcı suallar da həmişə bizim ikinci tərəfdən, yəni isimimizlə uyğunlaşdığına görə, ona görə this, they variantımız nədir? Doğrudur. Digərləri isə yanlış cavabdır. Okay, növbəti tapşırığımıza kompleks obyektdir. Kompleks obyektdən sonra mübtədanın işlənməsi. Biz bilirik kompleks obyektdən sonra ya obyekt əvəzlikləri ya da isimin adlı kalı işlənir. Ona görə və məsdər to-suz və yaxud ing-siz işlənir. Bu ing və to-la və ed-lə kökləndə belə qaydalı fe'limizi sildikdən sonra 2 variantımız uyğun qalır. Dediyimiz qaydaya uyğun olaraq obyekt əvəzliyi və ismin adlı halı C variantında uyğun olmadığına görə A variantı tamamilə doğrudur. Növbəti tapşırığımız isə deyir ki, düzgün sözü yerinə yetirir. His memory is very good. I think we can. The fact he shared with us. Deyir, onun yaddaşı çox yaxşıdır. Mən düşünürəm ki, biz bu faktları, bizi ilə paylaşdığı faktlara görə biz ona nə etməliyik? Rely on, güvənməliyik, digər ignore etmək, şübhəli yanaşmaq və s. Bunlar inkar mənalı sözlərdir. Növbəti tapşırığımız da yenə ayrıcı suallara aiddir. Bizim cümləmiz 2 hissədən ibarətdir. I think bu formada, digər tərəfimizdə isə baxırıq ki, gələcək zamandır. Ona görə do-la olanları silirik. Bəs 2 variant qaldıqda sonra biz nəyi seçməliyik burada? Biz bilirik ki,
bu hissəni aydınlıq görsün deyə. Biz bilirik ki, burada will olduğuna görə will seçəcəyik. Bəs ikinci burada hansından seçməliyik? Biz birin bu cümlənin bu hissəsindən, digərin birinci hissədən seçə bilmədiyimizə görə D variantı nədir? Doğru variant kimi götürülə bilər. Bu da oldu. Həm də buradakı birinci tərəfdəki məna inkarı bütünlüklə bütün cümləyə uyğundur deyə bu variantımız doğru oldu. Növbəti tapşırığımıza keçək. Baxırıq. Növbəti tapşırığımıza baxırıq indi. 25-ci tapşırığımızda isə tərcümə ilə tapacaq. All people make mistakes. Bütün insanlar səhv edə bilər, səhvlər edir. Only wise people learn from their mistakes. Yalnız müdrik insanlar deyir, səhvlərindən öyrənirlər. Amma ancaq bat bağlayıcısı ilə işlənir. Növbəti tapşırığımızda bizim məhz velosipedlə bağlıdır. Bu bölməmiz ümumiyyətlə velosipedə həsr olunub. Əvvəl şəxslərə adlar qoyuruq və yaxud hadisənin ilk başlanma məlumatını veririk. Daha sonra onun nəticəsini veririk. Ona görə məsələn üçün deyək ki, ümumiyyətlə belə şəkil təsvirinə keçmiş zamanlarda götürürük. Yesterday, my friend'e ad qoyaq. John, John, and I wanted to ride a bike. Dünənlərdir mənim dostum və mən istəyirdik ki, velosiped sürək. And we started to ride our bikes. I had a helmet. Biz deyir başladıq velosipedimi sürür. Mənim deyir nəyim vardı? Helmet, kaskam vardı. Baxın bu başındakı olan kaskam vardı. Baş geyimi. Azərbaycanca tapmadım kaskı. Üzürlü sayım. I had a helmet, but amma deyir, mənim dostum yox idi belə yazar. But my friend bu da olacaq nə? My friend olacaq. Didn't have a helmet. Mənim amma dostumun nə idi? Yox idi. Baxın, bunun yox idi. Burada görürsünüz. Yox idi. Və də qəflətən, suddenly, bu çox qəşəng sözdür. Suddenly my friend John fell down. Yıxıldı. And hurt his head. Və deyir, öz başını incitdi. I took him hara? Xəstəxanaya götürərdə. Burada yerimiz qalsaydı bunu yazar. I took him to the hospital. And the doctor examined him and gave some advice. Və yaxud belə ya da don't məsləhət nə olsun ki, don't
ride your bike without helmet. Kaskasız velosiped sürmə. Belə bir sözdür. Çox qəşəng yazmışam. Bizim mətnimizi bu formada təsvir edə bilərik və başqa formada da təsvir edə bilərik. Bu qədər. Hansısa sualda da çaşıb səhvimiz varsa üzrlü sayın. Amma mənə elə gəlir ki, hamısını düz tapmağa çalışdıq. Sağ ol.